Akşamımız hayır olsun. Demek bu günleri günorta dostlardan biri mesaj yazdı ki bu akşam Rahim Qaziyev Aba TV'nin konağı olacak. Ama böyle biraz da yazmış ki yani benim dostlarım ne yazar Rahim Qaziyev hakkında. Orası hiç. Ben de aslında farkına varmadım. Gələndə Vedat geldi orada. Bu mesaj geldi ki Aba TV efirde olacak. Başlıklara baktım biraz böyle. Rahim Qaziyev onlara niye böhtün atırdı? Bir de esas başlıkta Etibar Məmmədov hərəkatda kimin adamı olur? Valla o bir sikkəsi yeri göğü dağıdan bir kadın danışırdı hanım orada. Ben onu tanıyıb eləmərəm. Ama arada bir dedi ki ben bilmirəm. Neçənci ildə artıq tanınmış jurnalist deyim. Mən son vaxt özünə tanınmış dəyənlərin sayı o qədər artıb ki bəzən özümdən şübhələnirəm ki bəlkə biz buralarda olmamışıq. Yəni belə bax bu maraqlı bir şeydir ama olsun bunlar hamısı heç. Və mən o qadının danışıqlarına da yəni bilmirəm indi adamlar nə istəyirlər. Bunlar rejimlə mübarizə aparırlar. Rahim Qaziyevlə müsavaşırlar. Etibar Məmmədovla savaş açıblar. Yani hiçbir mənaya və mahiyyətə sığmayan belə qarma qarışıq dolaşıq. Oradan buradan ağıllarında yadlarına düşən nə bilim çoxdan çeynənmiş mövzuları təzdən efirə daşımaq, təzdən nə bilim uzun uzadı danışıb belə hirslə ikkənən suallar vermək filan. Yəni özü bilər ya, o da onun biləcəyi. Yəni bacardığı odur. Mən onu deməyə çıxmadım buraya. Ona cavab vermək mənim işim deyil və ümumiyyətcə o yəni ne bileyim ben başa düşə bilmirəm adamlar ne istəyirlər. Ama ayrı bir şey var axı. Özlərini güya bu cəmiyyəti, bu toplumu xilas eləmək missiyası yüklənmiş, ne bileyim belə böyük filan parlament adının ortaya çıxmış. Əslində hələ orada kimin parlament olduğu da bəlli deyil. Bu bir tərəf deyil parlament biz, yok biz tərəfdə deyil parlament bizik. Orada da ne bileyim biraz doların bostanına daşlar belə qarma qarışıq bir ne deyirlər ona. Ama olsun. Ama orada bir şey dikkatimi çekti. Şimdi o kız Rahim Qaziyev'in adından bir şeyler danışır. Güya buna telefonda. Ne kadar hakikat onların vicdanına kalsın ama Teymur Eminbəyli'nin orada bir cevabını okudu. Aslında Rahim Qaziyev ünvanlanmış. Orada deyir ki Teymur Eminbəyli. Deyir eğer Rahim Qaziyev dediklerini sübut eləsə ben siyasetten giderim. Vallahi Teymur Bey ben bilmirəm siyasetten gitmək üçün gərək bir siyasete gelsin adam. Elə. İndi illərlə ne bilim indi sosyal şəbəkələrdə status yazmaq sonra ne bilim bax belə o dönənə kimi söyüş söydüğündən qardaş olmaq sonra təzdən ayrılıb təzdən bir də bu siyaset bu değil bu. Yani siyasetten gitmək üçün gərək bir siyasete gələsən axı. Teymur Eminbəyli siyasetin harasında ne vaxt olub ki, indi de siyasetten gitmək şərti qoysun yani. Yani o kadar da kolay değil siyaset dediğim biraz geniş anlamdaşın şeydi ve o dikkatimi çekti. İstedim ona münasebət bildirim ki Teymur Bey indi özünüz bilərsiniz ama bir şey diyeceğim size. Sizin o efirlərin belə pafosla danışdığınız ay böyük gələcək, demokratiya, xalq azadlıq, ne bileyim xoşbəxtlik vəd elədiyiniz yol budursa, mən bəri başdan Azərbaycan xalqını təbrik edirəm. Gözünüz aydın olsun Azərbaycan xalqı. Millət hesab eləyin ki, yaxın 5-10 gündə Teymur Eminbəyli'nin dəstəsi və komandası sizi azadlığa qovuşturacaq. Yəni bir daha deyirəm, əgər bu budursa, o zaman yani bir daha deyirəm, mən bu millətə təbrik deməkdən başqa, yani müştuluq verməkdən başqa yolum qalmadı. Bir de başlıq koyublar. Etibar Məmmədov hərəkatda kimin adamı olur? Orada da ya bir şeyler danışılıb qadın bilmirəm o. İndi o filankəs kimdir? Özü belə ikkənən etibar, rəhim. Elə bil bunların o bizdə elə bil əskəri yoldaşı olub ama olsun yani ondan işim yoktu. Onun da bacardığı yani qabiliyyəti o qədərdir. Yani orası maraqlı değil ama Teymur Eminbəyli
hərəkat döneminde Etibar Məmmədovun adamı olanlar ve olmak isteyenler en qədər olur. En qədər. Şimdi bunu sen bilmezsin axı. Sen o zaman ne bileyim indi böyle biraz pis çıkmasın. Sen indi olmayıbsan axı. Ben hərəkatda ne kadar olmuşam, sen bilmirəm o kadar olmuşsan. Yani hərəkat meydanında da biz de gedirdik. Ama bu hərəkatın o aparıcı hərəkat edən, meydan edən kişilər indi qabağınıza qoyub sağa sola belə ağlınıza gələni özünüz danışırsınız, kimlərsə danışdırırsınız. Yani demək istədiyim odur ki, yani o biraz bir söz demək və dedirtmək üçün gərək adamların biraz da mənəvi haqqı olsun da. Yani Etibar Məmmədova pərdə arxasından sual yağdırmaq, yani ne bileyim vallahi ben gene deyirəm, deyəcəklər Sərdar Dərə, Etibar Məmmədov, Rəhim Qaziyev, məsələ o deyil. Ben de vətəndaşım da baxıram, sizə də baxıram, sizin o birisi kanala da baxıram və istəyirəm buradan, orada da əslində mənim hörmət elədiyim əslində belə, ne bileyim belə səviyyəsinə, ondan sonra ne bileyim dünya görüşünə çox da bələd olduğum və çox da belə özümə yaxın bildiyim adamlar var. Mən onlara müraciət edirəm. Hələ ki gec deyil, bu bəladan canınızı qurtarın, bu bəladır. Bu elə bir bəladır ki, bu bizdən bir daha deyirəm, bu milləti azad eləyəcəyik, xoşbəxt gələcək və deyirik, filan. Adamlar hələ parlament platformasının müxalif yani təşkilat olmadığını anlamayacaq qədər belə parlament, xalq parlamenti, bu müxalif bir nədir bu platforma. Yani parlament dediğin müxalif platforma ola bilməz. Parlamentdə dinçilər də olacaq, ondan dindarlar da olacaq, millətçilər də olacaq, sosial demokratlar da olacaq, komünistlər də olacaq, partokratlar da olacaq, avtokratlar da olacaq. Ne bileyim daha kimlər, liberallar da olacaq, daha üstün etibarçılar da olacaq, qurbançılar da olacaq, teymurçular da olacaq. Və parlament bunların ümumi bir damın altında yığışıb bu ölkənin, bu xalqın, bu dövlətin, millətin məsələlərini müzakirə edən yerdir. Burada ben fələnkəsi ayırıb da çıxar qırmızı vərəqə göstərmək heç kimin haqqı deyil. Əgər o parlamentsə. Yox, dərdiniz ayrıdırsa, dərdiniz deyildir. Cəmaatın ağlınla niyə alay edirsiniz ki? Bir daha deyirəm, indi ne bileyim, bu Rəhim Qaziyevə bu qədər sual yağdırırlar. Teymur Eminbəli, sənin ən yaxşı halda hərəkat dönəmində 20-25 yaşın olub, ən yaxşı dəqiqdə. Yani bir saat, onca dəqiqə əlində silah səngərdə olmayıbsan. İndi bu kadınların da adının arkasından kime söz atırsınız. Ve aslında bir daha deyirəm də, bax, Etibar Məmmədov çoxdan artıq siyasətdən demək olar ki, qarışmır eşkimə. Rəhim Qaziyevdən 84 yaşı var, indi o kadın deyil ki, ne bilim ne olacaq. Bir de bu efirlərinizdə cəmaatın ölüsünə, derisinə söyməyi və ümumiyyətcə ölümlərlə filanla belə alay eləməyi, ham öləcəyi, onu yığışdırın. Yani biraz bilmirəm, bir daha deyirəm. Teymur Eminbəli, siyasətdən getmək üçün gəlin siyasətə gələsən. Hələ ki o görünən bir şey yoxdur. Bir de ne bileyim, bir daha deyirəm, o çeynənmiş mövzuları təkrar qaytarıb, onsuz da bölük olmuş, paramparça olmuş bu milləti, belə biraz da parçalamayın. Yani əgər doğrudan sizin o danışıqlarınızda səmimiyyət payı 10% varsa, biraz səmimi olun, nə əlaqəsi var? İndi Rəhim Qaziyevə bir saat efirtdad eləmək sizə nə verir yani? O qız özü deyir, dayı hamıdır. Rəhim Qaziyevi kim necə tanır? Nə siz, nə mən, nə heç kim, nə İlham Əliyev. İndi nətər olur? İlham Əliyev çıxır, Rəhim Qaziyev ağzına gələn deyir. Siz də burada deyirsiniz ki, İlham Əliyev, Rəhim Qaziyev İlham Əliyevin adamıdır. Belə bir ayıbdır da. Yani. Onu demək istədim. Əslində böyük belə nefir eləmək fikrimdə adı yox idi. Siz əvvəl siyasətə gəlin. Və bir de bu milletin bir daha deyirəm, ağlınla, şuurunla milletin taleyine alay olmaz. Siz olmadığınız yerlerden olmuş ve olacak adamlara böyle laf atmak elə de hasat mesele değil. Bu milletin de biraz əxlaqı var, biraz mənəviyyatı var. Düzdür, çok yıpradılıq ve bu hakimiyyət sağ olsun. Bu hakim zihniyet ve bugünkü hakimiyyət bu 30 ildə xeyli sayda belə deyək ki, zərbələr vurabilib. Devletin de, milletin de əxlaqının əsaslarına, ondan sonra ne bileyim mənəviyyatın əsaslarına. Ama bütün oralarda
genelde bu millet elə həmin millətdir və bu milletin ağlıyla alay eləmək heç kimi başlıqlı gətirməz və ne bileyim, uyğun görmədim, mən bilmədim, mən baxıram da, ne bileyim, daha çox mənim də ağlım bu şeylə, bu qadın niyə çıxmışdı, nə istəyirdi və bu son vaxtlar xüsusilə, ne bileyim, Rəhim Qaziyev, Etibar Məmmədov, bunun səbəbi nədir? Bir adamlar gedib orada, adamın xəbəri yoxdur axı, evindən hələ də bilmir, 10.000 euro deyir, 6.000 euro deyir, nə, ya bu Etibar Məmmədov nədir adı? Bu təzə hadisədir, bu il yarım bununla qabaq olmuş hadisədir. Heç olmasa bir maraqlarla baxın, nədən danışırsınız. Təkrar bu günlərdə olmuyor, bir yarım qabaq olub. Və bunu indi gündəmə gətirməkdə, əgər doğrudan siz bu prosesə doğrudan səmimi və hətta Etibar Məmməd Rəhim Qaziyev haqqında dediklərinizə özünüz inanırsınız və səmimisinizsə, problem də yoxdur. Danışın, tənqid edin. Bir adamları belə aşağılayan formada olmaz. Bir də nə bilim, tənqid də deyin, onu da heç kim birə tutmaz. Amma alay eləməyin. Dedim, heç kimi başlıqlı gətirməz. Bir də olmadığınız yerdə, ola bilmədiyiniz yerdən getməyi zaten heç kimə vəd eləməyin. Yaxşı söz, yəni heç kim çörəyi qulağına yemir. Etibar Məmmədov niyə həbs olunmur? Evindən 10.000 pul götürülür. Yəni onun da mahiyyətini bilmirsiniz. Əslində nə demək istəyirsə bilmirəm orada filan kəs tutulub. Etibar Məmmədov bu günləri dövlətə vergi ödəyən iş adamlarından biridir. Və Etibar Məmmədovda pul hardandır bəllidir. Özün demirsən göydələn tikir. Göydələn tikir adam pul olacaq da. Şəhərli Sifəndiyarın gör neçə milyardı var idi. Etibar Məmmədov Şəhərli Sifəndiyə qədərdir. Ona görə biraz nə bilim, mən yaraşdırmadım. Və doğrudan bu cürə yanaşmalar indi ayıbdır desəm biraz ağır olur amma yaraşmır yani. Doğrudan siz bir daha deyirəm orada indi mənim hörmət elədiyim uşaqlar, cavan, yaşlı adamlar var. Heç olmazsa siz bu qabağa durun. Bu nədir bu? Ne yemək istəyirsiniz? Yəni belə olmaz. Bu qədər yəni.